Salam uşaqlar. Bugün 7-ci sinifdən 2 dəyişənli xətti tənliklər sisteminin əvəz etmə üsulu ilə həllinə baxırıq. Ümumiyyətlə 7-ci sinif çərçivəsində 2 dəyişənli xətti tənliklər sisteminin biz 3 üsulla həllini öyrənmiş oluruq. Birinci qrafik üsulu ilə həldir, ikinci əvəz etmə üsulu ilə həldir, üçüncü isə toplama üsulu ilə həldir. Hal-hazırda əvəz etmə üsulu ilə həllə baxacağıq. Ümumiyyətlə xatırlayaq ki, 2 dəyişənli xətti tənlik nədir? AX plus BY bərabərdir C şəklində göstərilən tənlik 2 dəyişənli xətti tənlik adlanır. Burada 2 dəyişən var. ABC isə əmsallar adlanır. Bəs yaxşı, 2 dəyişənli xətti tənliklər sistemi nədir? Əgər 2 və daha artıq xətti tənliyi birlikdə versək, bu bizə 2 dəyişənli xətti tənliklər sistemini əmələ gətirəcək. Gəlin, əvvəlki dərslərdə də belə bir çalışmalar var idi dərslikdə ki, 2 dəyişənli xətti tənlik verilib. Hal-hazırda 3x plus 2y bərabərdir 5. 2 dəyişənli xətti tənlikdir. Burada y dəyişənini x dəyişəni ilə ifadə etdiyə bilərdi və yaxud da əksinə. Bu nəyə lazımdır? Ümumiyyətlə, əvəz etmə üsulunda. Biz əvəz etmə üsulunda misalın gedişindən asılı olaraq ya y-i x ilə əvəz edirik, ya da əksinə. Yaxşı, bəs biz hardan bilək nəyi nə ilə əvəz edək? Ümumiyyətlə, bu əvəz etmə, hər hansısa bir dəyişəni digər dəyişənlə əvəz etmə çalışmanı həll edən şagirdin şəxsi seçimindən asılıdır. Bu seçimi necə belə rahatlaşdıra bilərik? Bəzən olur ki, çalışmalarda tutam ki, 2 dənə dəyişən var da, bilirik. Dəyişənlərin birinin əmsalı 1-dir. Onda avtomatik həmin əmsalı 1 olanı əvəz etmək, yəni digər dəyişənlə ifadə etmək daha rahat bizə verir, çalışmaların həlli üçün üsul verir. Yəni, bəs yaxşı, müəllimə, ikisinin də əmsalı var. Yəni, birinin, məsələn, burada göründüyü kimi 1-2 dəyişənli xətti tənlikdir bu. Hər ikisinin də əmsalı var. X-in də əmsalı var, Y-in də əmsalı var. Bəs yaxşı, burada nə edirik? Burada yəni önəmli deyil. Hər hansısa birini əvəz edə bilərsən. O da yenə də təkrarən deyirəm, baxır misalın verilmiş formasına. Tutalım ki, özümüzdən bir misal yazaq. Tutalım ki, adi, hər ikisi də əmsalsızdır. Bərabərdir. Tutam 5. Bu da 2 dəyişənli xətti tənlikdir. Əmsalları 1-dir. X-in də əmsalı 1-dir, Y-in də əmsalı 1-dir. Burada bizdən məsələn desək ki, X-i Y ilə ifadə et. Yazacağım X bərabərdir Y-i 5-in yanına keçirdəndə 5 minus Y olacaq. Tutalım ki, Y-i X ilə ifadə etmək istəyirəm. Burada Y bərabərdir yazmalıyam. X-i 5-in yanına keçirdirəm. 5 minus X olur. Bu, bilirsiniz yəqin ki, 6-cı sinifdə bərabərliyin solundan sağına, sağından soluna hər hansısa bir ədəd, ifadə, nəsə keçirdəndə işarə əksinə dəyişirdi. Bu, sadə bir tipdir. Yəni, əmsalları 1-ə bərabərdir bunların hər ikisində də. Bəs yaxşı, əmsalları 1-dən fərqli olanda nə edirik? Onda da yenə də etaplarımızı elə davam elətdiririk ki, sonda tutam ki, y-x ilə ifadə etməyimi istəyirsə, y-in əmsalını 1 saxlayıram. Necə? Y dəyişənini x dəyişəni ilə ifadə etdirir. Əvvəlcə 2-ni y-dən ayıra bilmirəm. 2y-in əmsalıdır. Olduğu kimi qalır. 2y bərabərdir. Yəni, y-i sol tərəfdə əmsalı 1 olana qədər bu prosesi davam elətdirirəm. 3x-i 5-in yanına keçirdəndə sol tərəfdə işarəsi müsbətdir. Sağ tərəfə keçəndə mənfi olacaq. Yəni, 5 minus 3x olacaq. Bayaq dediyim 6-cı sinif qaydasına görə. İndi, müəllimə, y-in əmsalı 2 qaldı. Nə edirəm? Axı, biz y-in əmsalını 1 saxlamalıyıq. Buradan 2-ni yoxa çıxartmaq üçün hər tərəfi 2-yə bölməliyəm. Bərabərliyi sol tərəfində, sağ tərəfində 2-yə bölməliyəm. Niyə görə? 2-lə 2 ixtisar keçəcək. Y 1-dən tək qalacaq. Bərabərdir. Kəsirin parçalanması xassəsindən istifadə edərək 5 böl 2, yəni 2-də 5 çıxılsın 3 böl 2x, yəni 2-də 3x. Bunu da onluq kəsirinə yazmaq istəsək, yəni bununla bu eyni güclü bir tənlik olacaq. Sadəcə olaraq kəsirinə yazdığımızı onluq kəsirindən yazıram. 2,5 minus 1,5x. Sonda aldığımız bu, yəni y bərabərdir 2,5 minus 1,5x. Mən burada y dəyişənini x ilə ifadə etdim. Aldığımız bu tənlik lap birinci verilmiş tənliklə eyni güclüdür. Bu işarə eyni güclülük işarəsidir. 3x plus 2y bərabərdir 5. Hər ikisi də eyni güclüdür. Ümumiyyətlə, nədir eyni güclü? Sanın ki,
Bu tənliyin şəkil dəyişmiş forması budur. Sadəcə olaraq bir haldan digər hala keçir. Heç bir şey dəyişmir. Heç bir şey dediyimizdə sonda aldığımız bu tənliklərin həlləri. Yəni ümumiyyətlə tənliklər sisteminin həlli ədədlər cütü şəklində göstərilir. Bu tənliyin də həlli budur, bu tənliyin də həlli budur. Yəni bu iki tənlik eyni güclü olacaq. Gəlin indi baxaq x dəyişənini y ilə ifadə etdiysə nə edəcəm? Yenə də x-i sol tərəfdə tək saxlamalıyam. Bunun üçün əvvəlcə 3x-i hələ ki 3x-dən ayıra bilmirəm. 3x bərabərdir 2y-i 5-in yanına keçirdirəm. 2y sol tərəfdə işarəsi müsbətdir. Sağ tərəfə keçəndə işarəsi olacaq mənfi. 5 minus 2y. Yenə də bayaqki kimi hər tərəfi 3-ə bölürəm ki, x-in əmsalı 1 qalsın. 3 ilə 3 ixtisar getdi. X bərabərdir. Kəsirin parçalanması xassəsini istifadə edirəm. 3-də 5 minus 3-də 2 y. Bəs salam x-i y ilə ifadə etdim. Yenə də eyni şəkildə bu aldığım ifadə birinci verilmiş tənliylə eyni güclüdür. 3x plus 2y 2y bərabərdir 5 tənliyi ilə eyni güclüdür. Biz bir dəyişəni digər dəyişənlə ifadə etməyi öyrəndik. Bu nəyə lazımdır? Əvəz etmə üsulunda biz bir dəyişəni digər dəyişənlə əvəz edib tənliklər sisteminin ikinci tənliyində hal-hazırda bu misaldan söhbət gedir. Yerinə qoyub bir dəyişənli tənliyə endirib tənliyi 6-cı sinif tənliyi kimi həll edəcəm. Yəni baxın indi uşaqlar nəyi demək istirdim bayaqları. Burada x-in dəyişənidir, əmsalı 1-dir. Burada da y-in. Müəllim hansı tənliyi də əvəz edeyim? Ürəyin altında istəyir əvəz elə. İkisinə də zaten rahat olacaq. Məsələn, gəlin bu birincidə elə x-i y ilə ifadə eləyək. Yəni x bərabərdir 2y 3-ün yanına keçirdəndə 3 minus 2y olur. Bu bilirsiniz bizə nə demək istəyir? Deyir ki, harda ikinci tənlikdə, tənliklər sisteminin ikinci tənliyində, harda x gördünsə, yerinə 3 minus 2y yazırsan. Sistemi alırsan, bu bundan alınır yəni. 2 vurulsun. X-in yerinə 3 minus 2y qoyuram. Plus y bərabərdir 9. Birinci hissədə işim yoxdur. Hələ ki olduğu kimi qalır. Çünki mən x minus 3 bərabərdir 3 minus 2y yazmağım x-i y ilə ifadə etməyim deməkdir. Amma aşağıdakı tənliyi demək 6-cı sinif qaydasına görə mötərizələri vurub açıram. Paynama xassəsidir bu. Bu ara 4-cü sinifdədir. 2 üçün 6 minus 2-ni mənfi 2y qavranda 4y plus davamında y bərabərdir 9. Hələ ki birincidə yenə də işim yoxdur. X bərabərdir 3 minus 2y. Aşağıdakı tənliyi sadələşdirirəm. Necə? Mənfi 4y-in üzərinə y gələndə biz bilirik 6-cı sinifdə tam ədədlər üzərində əməllər mənfi, yəni bilirsiniz nə deməkdir? Mənfi 4 plus 1 deməkdir. Mənfi 4 üzərinə 1 gələndə hər ikisinin modulları ayrı-ayrı tapılır. Böyük ədəddən balaca ədəd çıxılır. Yəni 4-dən 1 çıxılır 3. Modulu böyük olan işarəsi yazılır qarşıya. Yəni burada 6 mənfi 4 y-in üzərində y gələndə mənfi 3 y eləmiş olur. Mən burada lazım əmsallarını yazmış oldum. Y-lər bərabərdir 9. Buradan da yenə də tənliyimi həll edirəm. Aşağıdakı tənliyi hələ ki birinciyə dəymirəm. Bunları etap-etap yazmaq lazımdır belə. Bu tənliyi gəlin həll eləyək. Yəni 6 minus 3y bərabərdir 9 tənliyin həll eləyək. 6-cı sinifdəki tənliklər üsulunda yenə məlumlar bir tərəfə, məhsullar digər tərəfə. 9 məlum bir ədəddə 6-nın yanına keçirdirəm. Mənfi 3y məhsuldur, keçirdirəm sağ tərəfə olur, müsbət 3y. Yəni burada uşaqlar mənfi 3y bərabərdir 9 minus 6 da yaza bilərdiniz. Belə də yaza bilərdiniz. Heç bir fərq yoxdur. 6-dan 9 çıxanda mənfi 3 bərabərdir 3y. Y-i də tapanda mənfi 3-ü 3-ə bölürəm, mənfi 1 eləyir. Niyə? 3-ü 3-ə böləndə 1, mənfi müsbətə böləndə mənfi. Yəni, mən y bərabərdir mənfi 1 tapmaqla artıq tənliklər sistemimin y həllimi tapmış oldum. İndi mütləq şəkildə biz tənliklər sistemində nə dedik? Həlli x, y kimi verilməlidir. Birinci yazılan özü x-dir, ikinci yazılan y-dir. Biz y-in qiymətini tapmışıq mənfi 1. X-i necə tapırıq? Y-i mənfi 1 tapdın. Gətirirsən, qoyursan burada yerinə. X bərabərdir, x-i tapıram. 3 minus 2 vurulsun, y-in qiyməti mənfi 1. Bərabərdir 3 plus. Niyə plus yazdım? Mənfini mənfiyə vuranda müsbət eləyir. 2 birində 2. Bu da bərabərdir 5. Mən y mənfi 1, x-i da x bərabərdir 5. 5 tapmışam. Burada qoyuram. Vəssalam. Artıq mən tənliklər sistemi həll etdim. 5 mənfi 1 bu tənliklər sisteminin əvəz etmə üsulu ilə alınmış həllidir. İndi keçək başqa tip misallara baxaq. Burada qeyd etmişəm.
Dərslikdə nömrə 3-ün A variantına baxıram. Bəzən olur ki, artıq misal özü bizə əvəz eləyib verir. Yəni x-i y ilə ifadə etmiş formada verir. Yəni burada özü bizə deyir ki, harda x gördünsə, yerinə 2 plus y qoy. Yəni artıq özü verib bunu sənə. Deyirsən, yaxşı. Bunu verib, tənliklər sisteminin ikinci tənliyində x-in yerinə 2 plus y qoyursan. Niyə müəllim? Çünki 2 plus y bərabərdir 9, bir dəyişənli tənliyə endirmiş olursan. X bərabərdir 2 plus y qaldı öz yerində. Aşağıda harda x gördümsə, yerinə 2 üstəgəl y yazacağım. 2 üstəgəl y bərabərdir 9. Buradan davam edirsən, x bərabərdir 2 plus y hələ ki qalıb öz yerində. Bu tənliyi əldə eləyəndə 1y, yəni oxşar ədədlərin silahı bu eləyir. 2 plus 2y bərabərdir 9. Buradan da davam edirsən, x bərabərdir 2 plus y hələ ki qalıb öz yerində. Bu tənliyi götürürsən, əldə edirsən. Sizə bu çox rahat tənlikdir, amma yenə də qıraqda göstərirəm həllin. Buradan 2y tapanda 9-dan 2 çıxırıq. 2y bərabərdir 7-yə, y də bərabərdir 3,5-ə. Tənliyi həll etdik, y bərabərdir 3,5 aldıq. İndi biz y-i tapmışıq, bəs x-i tapmalıyıq axı. X-i tapanda nə edirik? Gətiririk, burada yerinə qoyuruq. X bərabərdir 2 plus y-in qiyməti 3,5. X bərabərdir 2-nin üzərinə 3,5 gələndə 5,5. Biz artıq x-i də tapdıq, y-i də tapmışdıq. Tənliklər sisteminin həllini yazanda birinci x-in qiyməti yazılır. 5,5, 3,5. Əssalam, yazdım, həll elədim, qeyd etdim. Keçək indi bəzən nömrə 6-ya baxarsınız, dərslikdən götürmüşəm, A variantıdır. Kəsirdən deyir ki, bu tənliklər sistemini kəsirdən azad et və əvəz etmə üsulu ilə həll et. Şagird toplama üsulu ilə həlli biləndən sonra zaten bunu toplama üsuluna həll eləyəcək, daha rahatdır. Amma yenə dediyim kimi, ümumiyyətlə tənliklər sisteminin həlli 3 cürdür. Qrafik üsulla, əvəz etmə üsulla və toplama üsulla. Bəzən birinci üsul əlverişli olmur. Onda əgər baxırıq, əvəz etmə üsulu əlverişlidirsə, əvəz etmə üsulunu eləyirik. Baxırıq, bəlkə əvəz etmə üsulu əlverişli deyil, toplama üsulu əlverişlidir, toplama deyirik. Yox, müəllim, tapşırığın şərtində mütləq şəkildə qeyd edir ki, aşağıdakı tənliklər sisteminin tutam ki, əvəz etmə üsulunu həll edin. Sən ondan əvəz etmə üsulunu həll etməlisən. Bu çalışmadakı kimi. Birinci gəlin baxaq, kəsirdən bu niyə götürmüşəm? Kəsirdən azad etməyi öyrətmək məqsədi daşıyır bu. Kəsirdən azad etmək üçün baxırıq ki, kəsir məxrəci var və bunlarla işləmək bizə biraz çətinlik törədir. Fikirləşirsən ki, mən bunu hər tərəfin nəyə vursam kəsirdən azad etmiş olaram. Yəni adi bir ədədlər qalar da, kəsir olmaz, məxrəc olmaz. Onda kəsirin baxırsan məxrəcinə 3, 2. Hər ikisində yoxa çıxardan məxrəci, yəni yoxa çıxardan nədir? Bunların əkovudur da 3-dən 2-nin əkovu 6. Onda deyirsən ki, mən bu tənliklər sistemindəki birinci tənliyin hər tərəfin 6-ya vuraram. 6 vurulsun, 6 vurulsun, vurulsun 6. Hamısını 6-ya vururam. Niyə 6-ya vurdum? Çünki 6 ilə 3 ixtisar gedəcək. Yəni 6 3-ə tam bölünür, 6 2-yə tam bölünür. Müəllim 12-yə vura bilərdim. Təbii ki, vura bilərdim, amma ədədləri böyütməmək məqsədi üçün həmişə ən kiçiyinə vururuq. Ona görə 6-ya vurduq. Eyni şəkildə ikincidə də görürəm ki, burada da məxrəc 3-dür, 2-dir. Yəni 3-ü həm 3-ü ilə ixtisar gedər, həm də 2 ilə ixtisar gedə biləcək də hansıdır? 3-ün 2-nə əşyavudur, yəni 6-dır. Bunu da 6-ya vururam, bunu da 6-ya vururam, onda bunu da 6-ya vururam. Ümumiyyətlə, bərabərliyin sol tərəfi nəyə vururam, sağ tərəfində eynədə də vurmaq lazımdır, tarazlığı qorumaq məqsədi ilə. Gəlin indi dediklərimizi eləyək. 6-nı 3-də x-a vuranda bilirik ki, 3 ilə 6 ixtisar gedir. Aşağıda 1 qalır, surətdə 2 qalır. 2-ni də x-a vuranda 2x eləyir. 2x. Burada da çıxılsın. 2 ilə 6 ixtisar gedir. Burada 1 qalır, burada 3 qalır. 3y, yəni 3y də 1-ə bölündü, 3y qalır da bilirsiniz bunu. Bərabərdir. Mənfi 6-nı 4-ə vuranda mənfi 24. Aşağıda da. Yenə də burada 3 ilə 6 ixtisar gedir. 2, burada 1 qalır. 2x. 1-ə də böləndə zaten 2x özü eləyəcək. Çıxılsın. Burada da 3 qalır. 3y plus özdə bərabərdir. Mənfi 2-də 6-ya vuranda mənfi 12. Gəlin indi baxaq. Nə ilə əvəz eləyək? Gəlin 2x-ı yuxarıdakında, baxın burada.
Harda 2x gördümsə, bax indi bu niyə deyirəm uşaqlar? 2x bərabərdir. Mənfi 3y 24 tərəfə keçirdəndə mənfidir, o tərəfə keçirdəndə olacaq müsbət. Yəni 3y mənfi 24 öz yerindədir. Çıx 24. Yəni mən artıq burada x-i tapmayacağam. Bilirsiniz niyə? Əslində mən burada x-i tapmalıydım da, hər tərəfi 2-yə bölməliydim. Yəni səhv olacaqdım. Xeyri təbii ki, yenə tapıb gətirib qoyacaqdım burada yerinə. Amma mən niyə işimi uzadım ki? Görürəm ki, harda 2x görsəm, 2x var da aşağıda. Yerinə 3y minus 24 qoya bilərəm də. Yəni bunu qoya bilirəmsə, niyə görə x-i əlavədən tapım ki? Yəni mən orada bir addım işimi uzatmış oluram. Deyirəm ki, 2x-i, mən burada x yox, 2x-i 3y minus 24 ilə əvəz etdim. Ona görə deyirəm ki, baxır misalın verilmiş formasına. Sən artıq misalın içərisində nəyi necə eləməyi təyin etməlisən ki, nəyi necə eləsəm daha rahat olar mənim işim. Mən hal-hazırda görürsən ki, burada elə 2x, bax aşağıda 2x görürsən. 2x-in yerinə 2x-i götürəcəksən, yerinə 3y minus 24 qoyacaqsan. Gəl dediklərimizi eləyək. 2x-in yerinə 3y minus 24 davamında 3y bərabərdir mənfi 12 qoydum. Gəlin də həll eləyək. Yuxarıdakına dəymirəm, qalır öz yerində. 2x, çünki oradan x-i tapacam, bərabərdir 3y minus 24. Aşağını sadələşdirirəm. 3y-in üzərinə 3y gələndə oxşar ədədlərin islahı. 6y minus 24 bərabərdir mənfi 12. Gəlin bunu əlavədən götürək, aşağıda həll eləyək. 6y minus 24 bərabərdir mənfi 12. Bunu böyük ehtimalla çox şagird bilir, amma mən belə xırda-xırda deyirəm ki, yəni bilməyən şagirdlərimiz də nəyin hardan əmələ gəldiyini bilsinlər. Yəni etap-etap nətər olur. Baxın uşaqlar, məhsullar bir yanda, məlumlar digər yanda. Burada 6y məhsuldur, qaldı sol tərəfdə. Mənfi 24-ü 12-də olan tərəfə keçirdəndə mənfi idi, sağ tərəfə keçidə oldu müsbət. Çıx 12-də zaten bərabərliyin solundaydı. 6y bərabərdir 24-dən 12 çıxanda 12, y bərabərdir 2. Y-imi tapdım 2. Gətirirəm, burada y-in yerinə 2 qoyub x-i tapacam. Burada yazıram, bax. 2x bərabərdir 3 vurulsun. Y-nə tapmışam 2. Çıxılsın 24. 2x bərabərdir 3, 2-nin 6 minus 24. 2x bərabərdir 6-dan 24 çıxanda deməli mənfi 18. X-i də tapanda mənfi 18-i 2-yə böləndə x bərabərdir mənfi 9. Vəssalam. X-imi də tapdım. X-im mənfi 9, y-im 2 yazdım. Ədədlər cüt şəklində. Təkrarən deyirəm, mütləq şəkildə birinci x-in qiyməti yazılır, ikinci y-in qiyməti yazılır. Bu qədər. Yəni, bir çox məsələlər var təbii ki burada, amma baxmaq lazımdır. Ən əlverişli üsulu seçib əldə etmək lazımdır.